Bir dəqiqə. Aha. Mövzumuzun adı səsi bağlı inşallah. Səsi bağlayın. Əgər kimin sualı olarsa səsi açsın, sual verin. Belə səsi hamı bağlasın. Əlavə səslər düşməsin. Başladı uşaqlar, oğurlar. Kimin sualı olarsa sualı versin. Başladıq. Mövzumuzun adı həndəsi optikadır. Həndəsi optika. Biz bilirik ki, fizikanın işıq hadisələrini öyrənən bölməsi, işıq hadisələrini öyrənən bölməsi optika adlanır. Optika adlanır. İki yerə ayırarıq. Bir deyirik ki, həndəsi optika, bir də deyirik ki, dalğa optikası. Niyə iki yerə ayrılır? Deyirik ki, işıq elə hadisələr var ki, özünü zərrəcik kimi aparır. Elə hadisələr var ki, özünü dalğa kimi aparır. Ona görə də biz işıq hadisələrini özünü zərrəcik kimi aparan hadisələri öyrənmək üçün həndəsi optikada bunu öyrənək. İşığın özünü zərrəcik kimi aparmasını, dalğa kimi aparmasını isə dalğa optikasında öyrənəcəyik. Deyir ki, işıq enerjisinin yayıldığı istiqamətə, bax deyirik ki, tərifi işıq enerjisinin bir dəqiqə yayıldığı istiqamətə nə deyəcək uşaqlar? Yayıldığın istiqaməti göstərən xətlərə işıq şüaları deyəcək. İşıq şüaları deyilir. İşıq şüaları neçə cür olur? İşıq şüaları 3 cür olur. Bax, deyirik ki, işıq şüaları bir-birinə paralel olur. Baxın bu şəkildə. İşıq şüaları bir-birinə paralel olur. 2, deyirik ki, divergent. Yəni səpilən deyirik də. Səpilən. Yəni bu şəkildə. Baxaq. Bir də konvergent. Yəni bir-birinə yaxınlaşan. Bax bu şəkildə. İşıq şüaları işıq enerjisinin yayıldığı istiqaməti göstərən xətlərə işıq şüaları deyilir. İşıq şüaları 3 yerə bölünür. Paralel, divergent və konvergent. Əla. Biz həndəsi optikada işıq şüalarının yayılmasına görə 3 qanun öyrənəcəyik. Birinci qanun işığın düz xətt boyunca, işıq şüalarının düz xətt boyunca yayılma qanunu. İşıq şüalarının düz xətt boyunca yayılma qanunu. İndi bu qanun necə ifadə olunur? Deyirik ki, işıq şüaları bir cins mühitdə düz xətt boyunca yayılır. Başqa nə deyə bilərik? Deyirik ki, işıq şüaları vakuumda da düz xətt boyunca yayılır. Dedik ki, işıq şüasının vakuumda yayılma sürəti 3 metr bölü saniyə sürətə bərabərdir. Onda deyirik ki, bax, işığın düz xətt boyunca yayılma qanunu izah etdiyi hadisələrdən biri də kölgənin əmələ gəlməsidir. Kölgənin əmələ gəlməsi işığın düz xətt boyunca yayılma qanunu izah edən hadisələrdən biridir.
Məsələn, kölgənin əmələ gəlməsi necə deyərik? Tutaq ki, deyirik ki, işıq şüa bu səthdir. Düzdür. Buradan işıq şüaları göndəririk. Məsələn, işıq şüası göndəririk bu şəkildə. Bu qeyri-şəffafdır, qeyri-şəffaf. Ağac var, bina var. Tutaq ki, işıq şüaları buradan düşəndə bu tərəfə keçə bilmir. Düzdür. Belə də göndərirsən, keçə bilmir. Amma işıq şüalarını belə göndərəndə işıq şüası keçdi. Buna deyirik ki, bu kölgənin hündürlüyü, bu cismin hündürlüyü, gör xəttindən çəkdim. Bu cismin hündürlüyü. Bu səthlə əmələ gətirdiyi bucaq. Bu hissəyə deyərik ki, bu H hündürlükdə olan cismin, qeyri-şəffaf cismin kölgəsinin uzunluğu. Onda biz tangens alfanı buradan tapa bilərik də. Bax, bu misal üçün tangens alfa bərabərdir nədir? H bölünsün L. Eyni bir işıq şüası eyni bucaq altında düşürsə, məsələn, burada da bir dənə cisim qoysaq, onda bu cismin hündürlüyünü mən H1 desəm, baba bu cismin hündürlüyünü H1 desəm, onda bu H1'in hündürlüyünün, H1 hündürlüyünün kölgəsi L1 olar. Onda yenə də eyni bucaq olduğuna görə tangens alfa bərabərdir nədir? H1 bölünsün L1. Yəni, bunlar bir-birinə bərabərdir. Yəni, H bölünsün L bərabərdir H1 bölünsün L1. Oxşarlığa görə eyni bucaq altındadır deyə bunu götürə bilirik bu şəkildə. Başqa biz kölgənin əmələ gəlməsinə aid necə misal göstərə bilərik? Deyirik ki, bax, bir dənə nöqtəvi mənbədir. Nöqtəvi mənbənin qarşısına S nöqtəvi mənbədir. Nöqtəvi mənbənin qarşısına bir dənə cisim qoyulur. Cismi qoyuram bu şəkildə. AB cismi. AB cismi. Burada qoyuram bir dənə ekran. Aha. Ekran. Dedik ki, buradan işıq şüaları göndəririk. Baba, bir işıq şüası göndərirsən, bir dənə də buradan göndərirsən. Düzdür. Onda bu AB cismin buradakı ölçüsü bu vəziyyətdədir. Ekranda bunun xəyalı alınacaq, bu belə. Baba, görürsünüz. Bu olacaq A olsun, A iştirik, bu da olsun B iştirik. Ekranda bunun xəyalı böyüdülmüş alınır. Bəs tam kölgə deyilən yer, baba, bu hissə tam kölgədir. İşıq şüası düşmədiyi yer. Tam kölgə adlanır. Bax, bura olacaq tam kölgə. İşıq şüasının tam kölgəsi. Bax, bu hissə. İndi başqa nə misal göstərə bilərik? Dedik ki, tam kölgə ilə yanaşı yarım kölgə də əmələ gəlir. Aha, onda bu işıq şüası iri ölçülü nöqtəvi mənbədən əmələ göndərilməlidir. İri ölçülü mənbədən göndəririk. S. Bu olsun AB cismi. AB cismi. Bu da alınsın ekranı axırda çəkərik. Dedik ki, bir dəfə buradan göndərirsən. İri ölçülü mənbədən. Bir dəfə belə göndərirsən. Və bu bir dəfə də belə gəlir. Xətlər ola bilsin, yaxşı alınmasın, amma bacardığımız qədər çalışırıq ki, yaxşı alınsın. Bir dəfə belə olsun, bir dəfə də belə göndərirsən, ən alt hissədə. Bir dəfə də belə göndərir. Baxın uşaqlar. Bu da alınsa bir ekran. Burada bir ekran qoysaq. Burada bir ekran qoysaq. Onda deyərik ki, bu iri ölçülü mənbədən göndərdiyim işıq şüaların bu AB cismi A iştirik, B iştirik burada olsun. A iştirik, B iştirik. Bu hissə olacaq tam kölgə. Bu hissə olacaq tam kölgə. Bu hissələr olacaq yarım kölgə. Bu hissələr olacaq nə? Yarım kölgə. Aydındır. Yəni, tam kölgə ilə yanaşı yarım kölgə də əmələ gəlir. Bu da işığın vakuumda və bir cism müddətdə düz xətt boyunca yayılma qanununa əsaslanır. İşıq şüaları, dedik ki, işığın düz xətt boyunca yayılma qanunu hansı şəkildədir? İşıq şüaları vakuumda və ya bir cism müddətdə düz xətt boyunca yayılır. Buna misal olaraq kölgənin əmələ gəlməsi, yarım kölgənin əmələ gəlməsi, günəş və ay tutulmasını misal göstərə bilərik. Aydındır. İndi keçdik
İkinci qanun nədir? İşığın qayıtma qanunu. İşığın qayıtma qanunu. İşığın qayıtma qanunu hansı formadadır? Dedik ki, bax, bir müstəvi güzgüdür. Bu şəkildə. Səthi müstəvi parçası olan güzgülər müstəvi güzgülər adlanır. Bu müstəvi güzgünün səthinə işıq şüası göndərdim. Bu müstəvi güzgünü iki hissəyə bölürük. Buna deyirik səthin normalı. Normal. Səthin normalı dedikdə, normal həmişə səthə perpendikulyar olur. Yəni 90 dərəcə. Göndərdiyim işıq şüası hansı bucaq altında düşübsə, həmin bucaq altında da qayıdır. Bəs düşmə bucağı hansıdır? Baba, bu bir düşən şüadır. İki isə qayıdan şüa. Bir düşən şüa. İki qayıdan şüa. Bəs deyirik ki, düşmə bucağı hansıdır? Baxın. Normal ilə düşən şüa arasında olan bucağa düşmə bucağı deyirlər. Alfa olacaq düşmə bucağı. Bəs normal ilə qayıdan şüa arasındakı bucaq da olacaq nə? Qayıtma bucağı. Bu da olsun beta. Beta'ya deyirik nə? Qayıtma bucağı. İndi bizim qanunun adı nədir? İşığın qayıtma qanunu. Hansı şəkildə ifadə olunur? Düşən şüa, qayıdan şüa və bu şüaları ayıran sərhəd bir müstəvi üzərində yerləşir. Düşmə bucağı qayıtma bucağına nədir? Bərabərdir. Buna deyirik ki, işığın qayıtma qanunu. Düşmə bucağı həmişə qayıtma bucağına bərabərdir. Yəni, mənə misalda belə bir sual verir. Düşən şüa ilə müstəvi səth arasında olan bucaq 40 dərəcədir. Düşən şüa ilə müstəvi səth arasında olan bucaq 40 dərəcədir. Onda düşmə bucağı ilə qayıtma bucağın cəmi nə qədər eləyər? Kim deyə bilər? Düşən şüa ilə müstəvi səth arasındakı bucaq 40 dərəcədir. Mənə hansı bucağı verib? Uşaqlar, fikri olan var mı? 90 minus alfanı verib onda bizə. Bəli, tamamilə doğrudur. Düşən şüa ilə müstəvi səth arasındakı bucaq budur 40 dərəcə. Baba, buranı verib mənə. Onda düşmə bucağı neçə dərəcədir? 50. 50. Qayıdan da o qədər. Aferin. Onda alfa plus beta'nın cəmini istəsə 50 plus 50 neçə eləyər? 100. Yox, qayıtma bucağını istəsə yenə 100 eləyər. Aydın uşaqlar, başa düşdükmü işığın qayıtma qanunu? Problem var mı? Başa düşdüksə keçək digər anlayışlara. Yazdıqlarımızı silirik uşaqlar. Kimisə sualı varsa verə bilər. Yoxsa keçək. Davam edək. İşığın qayıtma qanunu dedik. İndi deyirik ki, işığın sınma qanunu. İşığın sınma qanunu keçməzdən əvvəl bir-iki dənə bəzi anlayışlar var, onları deyirik. Birincisi, işığın sınma qanunu keçməzdən əvvəl biz deyək ki, mühitin sındırma əmsalı. Bundan danışaq, ondan sonra keçərik işığın sınma qanunu. Mühitin sındırma əmsalı. Uşaqlar, mühitin sındırma əmsalı kiçik N hərfi ilə işarə olunur. Bir vahidi yoxdur. Hər bir mühitin özünün sındırma əmsalı var. Məsəl üçün, deyir ki, vakuumda mühitin sındırma əmsalı 1'dir. Ən kiçik vakuumdadır.
Vakuumdan başqa digər mühitlərdə artıq birdən böyük qiymət alır. Bəs mühitin sındırma əmsalı düstur olaraq necə deyə bilərik? Biz bilirik ki, vakuumda işıq şüaları ən böyük sürətlə yayılır. Hansı ki, C bərabərdir 3 vurulsun 10 üstü 8 metr bölüsü saniyə. Vakuumdan hər hansı bir mühitə keçdikdə onda bu sürətin qiyməti dəyişir. Məsəl üçün, mühitdəki sürət V bərabərdir mühitdəki sürət. Yəni işığın hər hansı bir mühitdəki sürəti necə göstərərik? V bərabərdir S bölünsün M. Əgər söhbət vakuumdan gedirsə, onda V C-yə bərabərdir. Yəni çünki 3 vurulsun 10 üstü 8-dir. Vakuumdan başqa bütün mühitlərdə işığın mühitdəki sürəti vakuumdakı sürətindən sındırma əmsalı dəfə azdır. Sındırma əmsalı dəfə azdır. Ona görə deyirik ki, V-nin N-dən asıllığı necə mütənasibdir? Tərs mütənasibdir. Bax, burada 1 yazanda, N1 olanda V nə olur? C olur. Birdən başqa isə V-nin qiyməti başlayır azalmağa. Bəs mühitin sındırma əmsalı nədən asılıdır? Deyirik ki, mühitdəki sürətdən, məsafədən, zamandan, dalğa uzunluğundan, tezliyindən nədir? Asılı deyildir. N'in adı mühitin sındırma əmsalı tək N'dirsə, buna mütləq sındırma əmsalı da deyirlər. Mütləq sındırma əmsalı. Mütləq sındırma əmsalı. İndi keçdik. Dedik ki, tutaq ki, işıq şüaları hər hansı bir mühitdə yayılır. Tutaq ki, belə deyək. Bax, qabdır. Qabın içərisində sudur. Baba, su. Aha. İşıq şüasını belə göndərmişəm. Baba. Belə göndərmişəm. Səthdə. 90 dərəcə dəyir. Düzdür. Qaydanda baba düz gedəcək. Əgər işıq şüası perpendikulyar hər hansı bir şəffaf cismin üzərinə, bu şüşə qabdır. İçərisində su var. İşıq şüası perpendikulyar şəkildə düşübsə bu su mühitin səthinə, yoluna düz davam edir. Onda bu havadır da, yəni vakuumdur. Burada sındırma əmsalı 1-ə bərabərdir. Onda işığın sürəti də C-dir. Burada isə müəyyən bir sındırma əmsalı var. Burada da yayılma sürəti var. Yəni bu işıq şüasının yayılma sürəti V, mühit deyirik də, düzdür. Onda deyirik ki, bax, buradakı bu işıq şüasının mühitdəki yayıldığı məsafəyə deyirəm D. D hərfi. Onda işıq şüası bu mühitdə D bərabərdir hansı məsafəni qət eləyər? V vurulsun T qədər məsafə qət eləyər də. Düzdür. Onda D'ni tapırsan buradan. D bərabərdir. V'nin yerinə nə yazıram? C bölünsün N vurulsun T. Aydın oldu mu? Bax, buradan T'ni tapa bilərəm. Yəni, işıq şüasının mühitdəki yayıldığı məsafə. Zamanı tapa bilərəm. T bərabərdir. D vurulsun N bölünsün C. Onda T'nin burada N'dən asıllıq qrafiki mövcuddurmu? Bəli, mövcuddur. T'nin N'dən asıllıq qrafiki baba bu cür. N1 olanda T'nin başqa bir qiyməti var idi. Buraya yazıram T0. Birdən sonra isə artıq sındırma əmsalı artdıqca T zamanı artır. Aydın oldu mu uşaqlar? Buraya qədər problem var mı? Yoxdursa davam edək. Aha, bəs işığın vakuumda yayıldığı dalğa uzunluğu və ya mühitdəki yayıldığı dalğa uzunluğu. Aha, işığın sürəti, işıq şüası vakuumdan mühitə keçəndə sürəti azalır. Neçə dəfə azalır? Sındırma əmsalı dəfə. V də bərabərdir bu mühitdəki yayılma sürətidir. Lambda vurulsun nü. Onda dalğa uzunluğu lambda bərabərdir V bölünsün nü olduğundan V azaldığına görə lambda da azalır.
Bəs sürət neçə dəfə azalıb? Sındırma əmsalı dəfə azalmayıb. Onda dalğa uzunluğu da sındırma əmsalı dəfə azalıb. Onda mühitdəki dalğa uzunluğu vakuumdakı dalğa uzunluğundan neçə dəfə azdır? Sındırma əmsalı dəfə. Lambda bərabərdir. Lambda 0 bölünsün n. Bu lambda işığın mühitdəki yayılma dalğa uzunluğudur. Lambda 0 isə işığın vakuumdakı yayıldığı dalğa uzunluğudur. Lambda da, yəni dalğa uzunluğu da sındırma əmsalından necə mütənasibdir? Tərs mütənasib asılıdır. Aha. Deyərik ki, bəs işığın tezliyi, işıq şüasının tezliyi, məsəl üçün vakuumda S bərabərdir, lambda 0, çünki vakuumdakı sürət vurulsun nüdür. Bunu mühitə çevirsən V bərabərdir lambda nü. Yəni işıq şüaları bir mühitdən digər mühitə keçdikdə tezliyi nə olar? Dəyişməz. Yəni onun tezliyi, onun sındırma əmsalından nədir? Asılı değildir. Aydındır? Başa düşdük mü uşaqlar bura? Bura qədər problem var mı? İndi biz asıllığı quraq. Dedik ki, asıllıq necə quraq? Dedik ki, bir mühitdən digər mühitə keçdikdə dalğa uzunluğu azalır. Yəni, tutaq ki, lambda 2 bölünsün lambda 1 bərabərdir. V bərabərdir lambda nü olduğuna görə V2 bölünsün V1. Və bunların ikisi də bir-birinə düz mütənasibdir deyə ikisi də sındırma əmsalından necə mütənasib olar? Tərs mütənasib olar. Yəni N1 bölünsün N2. Bura qədər aydın oldu mu uşaqlar? Davam edək. Deyirik ki, iki mühitin sındırma əmsalı nisbəti iki mühitin sındırma əmsallarının nisbəti nə adlanır? Nisbi sındırma əmsalı adlanır. Nisbi sındırma əmsalı adlanır. Yəni N2 bölünsün N1, N2 bölünsün N1, N2 bölünsün N1 bərabərdir nəyə? N2 1'ə. Bir vahidi yoxdur. Sadəcə sındırma əmsalının nisbətini xarakterizə edir. Yəni mən desəm ki V1 bölünsün V2 bərabərdir N2 bölünsün N1 isə bu da N2 1'ə bərabərdir. N2 1 də N2'nin N1'ə nisbətini xarakterizə edir. Sındırma əmsalına aid işığın vakuumda və ya mühitdəki yayıldığı dalğa uzunluğuna aid və ya sürətinə aid bir sual var mı? Işıq vakuumda ən böyük sürətlə yayılır. 3 vursun 8 metr bölsün saniyə sürətlə. Mühitə keçəndə sürəti azalır. Neçə dəfə azalır? Mütləq sındırma əmsalı dəfə. Dalğa uzunluğu da həmçinin vakuumdan mühitə keçdikdə dalğa uzunluğu da sındırma əmsalı dəfə azalır. Hər hansı bir şəffaf bir cisim varsa və şəffaf cismin üzərinə işıq şüaları belə perpendikulyar daxil eləyirsə öz yoluna davam edir. Öz yoluna bu şəkildə düz davam edir. Yəni qayıtma hadisəsi baş verməz. Və bu mühitdəki yayıldığı məsafənin düsturu da D burada məsafədir. Bax burada D işığın mühitdə yayıldığı məsafə. Bura qədər. Bunu da başa düşdüksə, keçək artıq həndəsi optikanın 3-cü qanununa. 3-cü qanun nədir? İşığın sınma qanunu. İşığın sınma qanunu. Dedik ki, işıq şüaları müstəvi güzgünün səthinə düşdükdə, yəni hər hansı bir bucaq altında düşdükdə, hansı bucaq altında düşübsə, o bucaq altında qayıdır. İndi deyirik ki, şimdi hər hansı bir şəffaf bir mühitdir. İşıq şüalarını bu bucaq altında salırıq bu müstəvi güzgünün səthinə. Bu güzgünün şəffaf mühitin səthinə. Qayıtması ilə bərabər sınması da baş verər. İndi biz burada qayıtmasını öyrəndik deyə təzədən qayıtmasını çəkmirəm. Deyirəm ki, bu səthi ayırıram. Yəni bu səthin normalıdır. Baxın,
Normal, yəni perpendikularlığı xarakterizə edir. Bu da iki dənə mühitdir. Bu olsun birinci mühit, bu da olsun ikinci mühit. Deyirik ki, işıq şüaları şəffaf səthinə düşdükdə sınaraq yoluna davam edir. Bu sınma prosesi iki cür baş verə bilir uşaqlar. Sınma prosesi iki cür olur. İndi baxaq. Bax, işıq şüası düşdü. Bax, belə sındı. Baba. Baba, belə göstərək. Bax, belə sındı. Bəs deyirik ki, hansı mühitin sındırma əmsalı böyükdür? Bunda bu mühitin M1 demişiksə, birinci mühit demişiksə, bu mühitin sındırma əmsalı M1, bu mühitin sındırma əmsalı N2. İndi biz hardan bilək? N1 böyükdür yoxsa N2? Və ya hardan bilək ki, düşmə bucağı hansıdır, sınma bucağı hansıdır? Düşmə bucağını bilirik. Hansı ki, dedik ki, düşmə bucağı həmin bucaqdır ki, bu düşən şüa ilə normal arasında olan bucaq. Bax, bu bucaq. Buna dedik düşmə bucağı. Bax, sınma bucağı nədir? Sınma bucağı sınan şüa ilə normal arasında olan bucaqdır. Yəni, bu bucaq, qamma. Bəs, deyirəm ki, normalda bu şəffaf səthin üzərinə düşən işıq şüası öz yoluna belə davam etməli idi. Amma sındı istiqamətini dəyişdi. İstiqamətini dəyişdiyi bucaq baba bu bucaqdır. Baba bu bucaq. Buna deyirik ki, sigma olsun. Meyl bucağı. Aydındır. İndi deyirik ki, uşaqlar, burada hansı bucaq böyükdür? Alfa böyükdür yoxsa gamma? Bunu da deyək. Hansı bucaq böyükdür? Sınan şüa böyükdür. Baba, bu olsun 1, bu olsun 2. Birinci olacaq düşmə bucağı. Düşmə bucağı. Çətin sual verdim. Bu ikinci olacaq düşən şüa. Üzr istəyirəm. Düşmə bucağı yox. Düşən şüa. Birinci olacaq düşən şüa. Düşən şüa. İkinci olacaq sınan şüa. Sınan şüa. Alfa olacaq düşmə bucağı. Düşmə bucağı. Gamma olacaq nə? Sınma bucağı. Hansı bucaq daha böyükdür? Düşmə bucağı böyükdür yoxsa sınma? Yəni Sınma. sınma böyükdür, gamma böyükdür, alfa. İndi nə baş verdi? Bax, optik sıx olan mühit var, bir də optik seyrək olan mühit var. Optik sıx deyəndə, optik sıx mühit deyəndə, yəni sındırma əmsalı çox. Sındırma əmsalı çox. Sındırma əmsalı çox olan mühit və ya sıxlığı çox olan mühit. Belə də deyirlər. Optik seyrək mühit deyəndə, optik seyrək mühit deyəndə, yəni sındırma əmsalı az. Sındırma əmsalı az olan mühit. Allah. İndi dedik ki, işıq şüası öz yoluna bax qırıq-qırıq xətlərlə davam etməli idi. Əgər bu qırıq-qırıq xətlərdən yuxarıdadırsa, sınan şüa qırıq-qırıq xətdən yuxarıdadırsa, deməli, bu nədir? Düşən hissədə, düşən şüa olan mühitdəki sındırma əmsalı, sınan şüa olan mühitdəki sındırma əmsalından nədir? Böyükdür. Yəni, işıq şüası optik sıx mühitdən optik seyrək mühitə keçir. Və ya deyirik ki, ən rahatı sındırma əmsalı çox olan mühitdən sındırma əmsalı az olan mühitə keçib. Hardan bildik? Çünki sınan şüanın öz yolundan yuxarıda alınır. Sınan şüanın öz yolundan yuxarıda alınarsa, buna deyirik ki, düşən şüan olan mühitdəki sındırma əmsalı sınan şüa olan mühitdəki sındırma əmsalından böyükdür. Yadda qalacaq. İndi, yəni N1 böyükdür N2. İndi nəm? Sınma
qanunu nədir? İşıq şüasının sınma qanunu nədir? Düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti iki mühiti ayıran sərhəd üçün sabit bir qiymətə bərabərdir. Yəni N2 bölünsün N1'ə. Yəni sən alfa bucağını artırsan, dəyişən qamma bucağı olar. Yəni sındırma əmsalı alfa bucağında, yəni sinus alfadan veya sinus qammadan nədir? Asılı deyil. Hər bir mühitin özünün sındırma əmsalı var. Bu alfa bucağını artırmaq təsir edir qamma bucağına. Sındırma, mühitin sındırma əmsalına heç bir təsiri yoxdur. Düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti bərabərdir N2 bölünsün M1. Bu həmişə belədir uşaqlar. Buna dedik işığın sınma qanunu. Bax, başqa şəkildə çəkərik. İndi burada bir asıllığı deyək. Əgər uşaqlar deyirik ki N1 N2'dən böyükdürsə, yəni işıq şüası sındırma əmsalı çoxdan aza keçibsə, yəni sındırma əmsalı azalıbsa, onda sürəti çoxalıb, dalğa uzunluğu çoxalıb. Yəni V2 böyükdür V1'dən, lambda 2 böyükdür lambda 1'dən. Və V bərabərdir S bölünsün N veya lambda bərabərdir lambda 0 bölünsün N. Lambda da N'dən V də N'dən tərs mütənasib olduğuna görə sinus alfanın sinus qammaya nisbəti bərabərdir nəyə? N2'nin N1'ə nisbəti bərabərdir. V1'in V2'yə nisbəti bərabərdir. Lambda 1'in lambda 2'yə nisbəti. Aydın uşaqlar, deməli işıq şüası optik sıx olan mühitdən, yəni sındırma əmsalı çox olan mühitdən, sındırma əmsalı az olan mühitə keçəndə sınan şüa, yəni sınma bucağı artır. Sınma bucağı düşmə bucağından böyük olur. Keçdik indi ikinci. İkinci dediğimiz anlayış nədir? İkinci dediğimiz anlayış bunun tersi. Bunun tersi demək, yəni işıq şüası, optik sıxlığı az olan mühitdən çox olan mühitə keçsin. Bax deyirik ki, bax belə bir səthimiz var. İşıq şüası bax belə düşür. Bu ayıran sərhəd, yəni səthin normalı. Və bu da sınan şüa. Bu olacaq düşən şüa alfa. Bu da olacaq sınan şüa gamma. Bəs şüanın öz yolu hansıdır? Şüanın öz yolu, yəni əslində şüa belə getməli idi. Nə qədər meyl edib? Sigma qədər meyl edib. İndi burada düşmə bucağı sınma bucağından böyükdür. Və bu birinci mühit olsun, bu da ikinci mühit olsun. Bu da səthin normaldır, səthə perpendikulyardır həmişə. Onda biz deyirik ki, hansı mühitin sındırma əmsalı daha böyükdür? İşıq şüası sındırma əmsalı az olan mühitdən sındırma əmsalı çox olan mühitə keçəndə sınan şüa, yəni sınma bucağı azalır. Yəni biz bu şəkilə baxaraq deyirik ki, ikinci mühitin sındırma əmsalı birinci mühitin sındırma əmsalından böyükdür. Yəni sınan şüa normala yaxınlaşır. Bayaq sınan şüa normaldan uzaqlaşırdı. Yəni sınma bucağı artırdı. Çünki sındırma əmsalı çoxdan aza keçmişdi. İndi isə sındırma əmsalı azdan çoxa keçəndə işıq şüası az sınacaq. Yəni sındırma əmsalı çox olan mühitə keçdi. Yəni sındırma əmsalı artdı. O deməkdir ki, sürət və dalğa uzunluğuna olar azalar. Aydındır? Bəs sınma qanunu necə ifadə olunacaq? Yenə eyni anlayışdır. Sinus alfa bölünsün sinus gamma bərabərdir N2 bölünsün N1'dir. Bərabərdir V1 bölünsün V2 bərabərdir lambda 1 bölünsün lambda 2 və ya bərabərdir nisbi sındırma əmsalına N2 1'ə. Dediyim kimi
Hər bir mühit üçün özünün sındırma əmsalı var. Məsəl üçün, suda 1,3'dür, şüşədə 1,6'dır, havada 1'dir. Aydın oldu uşaqlar. Bəs bunların hər ikisi üçün tezlik və period nədir? Sabitdir. İşıq şüaları bir mühitdən digər mühitə keçdikdə tezliyi və periodu dəyişməz. Problem var mı uşaqlar? Başa düşdünüzmü? Bir çətinliğiniz var mı bura qədər? Yoxdursa davam edək. Xeyr müəllim, yoxdur müəllim. Əla. Yoxdursa davam edək. Bir dənə qaldı. Tam daxili qayıtma və bu 3 dənə qanun üçün də keçdik. İşığın qayıtma qanunu, düz xətt boyunca yayılma qanunu, bir də işığın sınma qanunu. İndi digər anlayışa baxaq ala. Deyirik ki, işığın tam daxili qayıtması. İşığın tam daxili qayıtması nə deməkdir? Tam daxili qayıtması. İşıq şüalarının tam daxili qayıtması hadisəsini biz indi izah edirik. Dedik ki, baxın uşaqlar, tutaq ki, işıq şüası belə düşür səthə. Bu da səthin normalıdır. Bu da səthin normalıdır. Düzdür. Tutaq ki, işıq şüası çoxdan aza keçib. N1 böyükdür N2. İndi dedik ki, onda bu çox sınmalıdır. Sınma bucağı budur. Düşmə bucağı da budur. Alfa, bu da oldu qanun. İndi deyirik ki, bu düşən şüanın, bu alfa düşən şüanın düşmə bucağını artırıram. Yəni indi bax, bu alfa bucağını artırıram. Onda sınma bucağı da artacaq da. Düzdür? Çünki çoxdan aza keçib. O qədər artırıram ki bunu, düşmə bucağını o qədər artırıram ki, səthə deyil, səthə paralel olaraq da qayıdır. Baba budur. Sınma bucağı artıq oldu 90 dərəcə. Yəni, işıq şüasını o qədər artırdım ki, artıq bu digər bir, ikinci bir mühitə keçmədi. Səth üzrə qayıtdı. Bir dəqiqə. Baxın uşaqlar. Aha. Dedik ki, baba, bu səthin normalıdır. İşıq şüasını belə göndərdik. Dəydi səthə. Səthdən də belə qayıtdı, baba. Yəni, sınma bucağı oldu 90 dərəcə. Burası 90 dərəcədir. Bura olacaq alfa 0. Yəni, mən əgər biraz da bucağı artırsam, artıq sınmayacaq. Nə olacaq? Qayıdacaq. Bax, bunun 90 dərəcəyə qədər sınmasına deyirik limit bucağı. Yəni, bu alfa 0. Bu mühit üçün bu limit bucağı bu alfa 0'dır. Yəni, tutaq ki, alfa 0 30 dərəcədirsə, mən 35 dərəcə altındakı şüa göndərsəm, artıq nə olar? Sınma baş verməz. Qayıtma baş verər. Aydındır. Bu maksimum 30 dərəcədə artıq tam sındı. Buna dedik, bu hadisə artıq bundan sonraki bucaq isə tam daxili qayıtma baş verər. Sınması mümkün olmaz. Buna da dedik ki, işığın tam daxili qayıtması. Bu alfa 0'a deyirik limit bucağı. Alfa 0 adlanır limit bucağı. Göndərdiyim alfa şüası bu limit bucağından böyüksə tam daxili qayıtma baş verər. İşıq şüası sındırma əmsalı çoxdan aza keçirsə tam daxili qayıtma baş verər. Və ya düşən şüanın bucağı limit bucağından böyük olarsa yenə tam daxili qayıtma baş verər. Bəs bu üçün tam daxili qayıtması üçün düşmə bucağının limit bucağının düsturu var. Deyirəm ki, sinus alfa 0 sınma qanunu bölünsün sinus 90 bərabərdir. Tutaq ki, bu olsun birinci mühit, sındırma əmsalı olsun N1. Bu olsun ikinci mühit, sındırma əmsalı olsun N2. Tutaq ki, bu mühit sudur, bu da havadır. Bunda havada N2 bərabərdir 1'dir.
Həmişə də düşən şüanın bucağı sinusu, sınan şüanın sinusuna nisbəti n2-nin n1-ə nisbətidir. Bu həmişə belədir. Onda sinus alfa 0 bölünsün 90'da 1'dir. Bərabərdir. N2 1'dir. N1'ə də birinci mühiti sındırma amsalında da n desəm 1 bölünsün n. Onda sinus alfa 0 bərabərdir nədir? 1 bölünsün n. Buna deyirik ki tam daxili qayıtmanın limit bucağının düsturu. İşığın tam daxili qayıtması limit bucağının düsturu. İşıq şüasının tam daxili qayıtmasının şərtləri hansılardır? Dedik ki iki dənə şərti var. Bir, sındırma, işıq şüaları sındırma amsalı çoxdan aza keçməlidir. İkincisi isə düşmə bucağı tam daxili qayıtmanın limit bucağından böyük olmalıdır ki tam daxili qayıtma hadisəsi baş versin. İşıq ötürənin də iş prinsipi tam daxili qayıtmanın limit bucağına əsaslanır. Bunu da dedik. Əla. Sual var mı uşaqlar? Paralel üzlü müstəvi lövhədən işıq şüasının yayılmasına baxaq. Deməli, indi keçirik paralel üzlü müstəvi lövhədən işıq şüasının yayılması. Aha. Paralel üzlü müstəvi lövhə bu şəkildə. Bax, iki dənə bir-birinə paralel yerləşdirilmiş lövhədir. İki dənə bir-birinə paralel yerləşdirilmiş lövhəmiz var. Və bu zaman nə deyilir? Deyilir ki, tutaq ki, işıq şüası baba bu cür düşür. Aha. Ayıran sərhədi qeyd eləyək. Aha, n. Və sınma baş verdi. Başqa bir rənglə götürün. Burada sınması baş verdi. Aha. Və buradan da başqa bir mühitə keçdi. Üçüncü bir mühit. Birinci mühit. İkinci mühit. Bu da olsun üçüncü mühit. Ala. Buradan keçdi bu mühitə. Buranın da sərhədi normalı n olsun. Sərhədə perpendikular. Aha. Baba bu olacaq alfa. Alfadır. Bu olacaq sınan şüa. Gamma. Bu da olacaq. Bu da olsun beta. Al. İndi bu da olsun şüanın öz yolu. Baba. Şüanın öz yolunun mütləq. Birinci göndərdiyim şüanın öz yolu bu şəkildədir. Al. Bu da axırıncı, sonuncu, üçüncü mühitdən çıxan şüadır. Bunlar arasındakı məsafə olsun x. İndi bucaqları müqayisə edirik. Alfa böyükdür, yoxsa gamma? Alfa. Alfa. Alfa böyükdür gammadır. İndi burada fikir verdiyimiz məqam hansıdır və nədir? Əgər, bax, düşən şüa öz yolu belədir. Axırda üçüncü mühitdə də öz yolu. Əgər bu şüalar bir-birinə paraleldirsə, onda düşmə bucağı üçüncü mühitdəki sınma bucağına bərabərdir. Bu sənin qaydandır. Alfa bərabərdir betaya. Bu da böyükdür nədən? Qammadan. Fisi qutardı, getdi. Və 1 ilə 3-ün alfaları bərabər olduğuna görə, yəni düşmə və sınma şüaları bir-birinə bərabər olduğuna görə, deməli, sındırma əmsalı da bir-birinə bərabərdir. Aha, bəs hansının sındırma əmsalı böyükdür? 2-nin sındırma əmsalı 1-dən böyükdür, yoxsa kiçikdir? Sizcə nə ola bilər? Böyük. Sındırma əmsalı böyükdür. Çünki sındırma əmsalı böyükdür ki, sınan şüa normala yaxınlaşıb. Deməli, kiçikdir n2. Əgər bu belədirsə, v bərabər, v1 bərabərdir v3. Dedi ki, v ilə n tərsdir, böyükdür v2-dən. Lambda 1 bərabərdir lambda 3, böyükdür lambda 2-dən. Sonra nə deyə bilərik? Sonra deyə bilərik ki, n1 bərabərdir n2 bərabərdir n3.
T1 bərabərdir T2 bərabərdir T3. Periyod və tezlik. Uşaqlar, başa düşdünüzmü? Problem var mı? Ha. Problem var mı? Xeyr müəllim. Ala. İndi deyirik ki, şüanın x adlanır nə? Şüanın yer dəyişməsi. Şüanın yer dəyişməsi. Aha. Şüanın yer dəyişməsi nədən asılıdır? Deyirik ki, şüanın yer dəyişməsi əlbəttə ki, sındırma əmsalından. Sındırma əmsalından. Baxır hansı mühitdən ara düşür də. Sındırma əmsalı çoxdan aza düşsə, sınması çox olar. Yəni bu yer dəyişməsi az olar. İkinci mühitin sındırma əmsalı daha çox olsa, aydındır. Onda yer dəyişməsi azalar. Az olsa artacaq. Sonra nədən asılıdır? Düşmə bucağından. Düşmə bucağından. Və bir də lövhənin qalınlığından. Bax, bu 3 dənə amildən, bu x dediyimiz yer dəyişmə bu 3 dənə amildən asılıdır. Bax, 3 dənə şüanın yer dəyişməsi bu 3 dənə amildən asılıdır. İndi, məsələ burasındadır ki, burada 3 dənə fərqli məqam var. 3 dənə fərqli məqamımız nədir? Bu birincisi, üçüncü mühit ilə, üçüncü mühitdən çıxan şüa ilə şüanın öz yolu bir-birinə paralel oldu. Biz bunu asanlıqla yazdıq. Bəs yaxşı, paralel olmazsa nə baş verər? Paralel olmazsa, baxaq. Deyək ki, tutaq ki, indi qısa çəkirəm, tez olsun. Baxın, yəni buranı bitirək. Deməli, bu alfa, bu sındırma əmsalı, sərhəd, daha doğrusu, bu sınav şüa, bu şüanın öz yolu, üçüncü mühitdən keçən şüa olsun belə. Bunu çəkeyim. Bu səfər paralel deyil inşallah. Bunu biraz yaxşı çəksəydim. Bu səfər belədir. Bir dəqiqə inşallah. Bir dəqiqə. Burada da sınmanı yaxşıca göstərək. İndi bu səfər şüa belədir. Bu tərəfə gəlib. Yəni uzaqlaşıb. Bu paralellik yoxdur. Bu birinci mühit, bu ikinci mühit, bu üçüncü mühit. N1, N2, N3. Bucaqları müqayisə edə bilərik ki, problem deyil. Əsas sındırma əmsallarının müqayisəsidir. Onda hansı sındırma əmsalı? 1 ilə 3-ün sındırma əmsalının müqayisəsidir. Əgər bunlar bir-birinə sınan şüa ikinci şüanın öz yolundan uzaqlaşarsa, deməli, üçüncü mühitin sındırma əmsalı birinci mühitin sındırma əmsalından böyükdür. Yadda qalacaq. Sınan şüa şüanın öz yolunun, şüanın öz yolu buydu. Şüanın öz yolundan uzaqlaşarsa, deməli, üçüncü mühitin sındırma əmsalı birinci mühitin sındırma əmsalından böyükdür. O zaman bunu müqayisə edə bilirik. Bunu necə müqayisə edə bilirik? N2 N1-dən böyükdür. N2 N1-dən böyükdür. N3 də N1-dən böyükdür. Onda ən kiçiyi N1-dir də, N3 böyükdür, N2 böyükdür, N1. Onda V3, V2, bu da V1. İnşallah bunu başa düşdünüz. Bir də deyim. Üçüncü mühitdən sınan şüa. Şüanın öz yolundan uzaqlaşarsa, deməli, üçüncü mühitdəki sındırma əmsalı birinci mühitdəki sındırma əmsalından böyükdür. 3-dən 1-in müqayisəsi. Yox, əgər, uşaqlar, əgər bu belə yox, belə olsaydı, bunları silim ki, qarışmasın. Əgər yox, bu belə yox, belə olsaydı, baxın,
Əgər bu belə olsaydı, belə olsaydı. Aha, bu nə deməkdir? Bu deməkdir ki, birinci mühitin sındırma əmsalı üçüncü mühitin sındırma əmsalından böyükdür. Yəni bu misal üçün nə deyərdik? Deyərdik ki, N2 N1-dən böyükdür, N1 də N3-dən böyükdür. Onda ən kiçiyi hansıdır? N2 böyükdür, N1 böyükdür, N3. Aydındır? Başa düşdük uşaqlar. Problem varmı? Paralel olarsa, deməli, dedik ki, sınav şüa, bunu qayda kimi yazaq. Sınav şüa, şüanın öz yoluna, üçüzlü lövhədən gedir, ikiyüzlü lövhədən gedir ha söhbət. Paralel yerləşdirilmiş iki dənə lövhələrdən söhbət gedir. Sınav şüanın öz yoluna paralel olarsa N1 bərabərdir N3. Sınav şüanın öz yoluna yaxınlaşanda dedi ki N1 böyükdür N3. Şüanın öz yolundan uzaqlaşarsa N3 böyükdür N1. Yadda qalacaq. Bu da oldu belə. Yəqin ki başa düşdünüz. Ümidvaram başa düşdünüz. Keçirik indi. İndi keçirik müstəvi güzgü. Müstəvi güzgü nədir? Səhtin müstəvi parçası olan güzgülərə müstəvi güzgülər deyilir. Müstəvi güzgüdə xəyalın alınması. Müstəvi güzgüdə, bax belə bir müstəvi güzgün var. Aha. Burada bir cisim qoymuşam. Baba belə. A, B cismi. Bu cisimdən işıq şüaları göndərilir güzgünün səthinə. Burada bu cisimdən güzgüyə qədər olan məsafə cisim məsafəsi adlanır. Eni ilə bu cismin güzgüdəki xəyalı olacaq xəyal məsafəsi. Olacaq A iştirik, B iştirik. Bura olacaq F. D olacaq cisim məsafəsi. F olacaq nə? Xəyal məsafəsi. Müstəvi güzgüdə bu həmişə belədir. Cisim məsafəsi xəyal məsafəsinə bərabərdir. Müstəvi güzgüdə xəyal necə alınır? Xəyal. 1. Mövhumi. 2. Özü boyda. 3. Dedik ki düzünə. İndi bunlar nədir? Mövhumi o deməkdir ki, yəni güzgünün digər tərəfində alınır. Xəyal. Xəyal budur. A iştirik, B iştirik. Özü boyda, yəni bu 2 metrdirsə, bunun da hündürlüyü 2 metr olaraq qalır. Düzünə bu yuxarıdırsa, bu da yuxarıdır. Və dördüncüsünü də əlavə edeyim, cisim məsafəsi xəyal məsafəsinə bərabərdir. Bu həmişə belədir. Müstəvi güzgüdə başqa xəyal necə qura bilirik? Bax, belə bir müstəvi güzgün var. Bir cisim bura yaxınlaşır V sürəti ilə. Bu cismin güzgüdəki xəyalı da elə eyni ilə V sürəti ilə bu da buna yaxınlaşır. Əgər uzaqlaşsa bir cisim buradan, bunu başqa rəngdə göstəreyim. Əgər bir cisim uzaqlaşsa 2V sürəti ilə, burada da həmən cisim bundan 2V sürəti ilə nə olar? Uzaqlaşar. Aydın uşaqlar, başa düşdük mü? Müstəvi güzgüdə xəyalın qurulması bu şəkildə. Gözün görmə sahəsinin təyini var. Gözün görmə sahəsinin təyini hansı şəkillədir? Deyirəm ki, bax burada bir dənə normal gözdür. Bax burada bir dənə normal gözdür. Burada da baxırıq bir dənə müstəvi güzgü var.
Biz bu normal gözlə bu müstəvi güzgüyə baxırıq və bu gözlə baxdıqda haranı görə bilirik. İki dənə şüa göndəririk də. Bir bu güzgünün A və B nöqtəsinə. Burası olsun A, burası olsun B. Baba güzgünün səthinə göndərirsən işıq şüası. Göndərdiyim işıq şüası paralel olaraq qayıdır. Müstəvi güzgünün səthinə göndərilən işıq şüası paralel qayıdır. Bir də B nöqtəsinə göndərsən eyni yerdən. Yox, bir də gəl. Göndərdim işıq şüası eyni ilə də qayıdacaq. Hansı bucaq altına gəlmişəmsə həmin bucaq altına da qayıdacaq. Bu iki dənə baba, bu iki dənə şüanın bir-biri ilə əmələ gətirdiyi fiqurun sahəsi olacaq görmə sahəsi. Bu hissə olacaq görmə hissəsi. Görmə sahəsi. Aydındır? Başa düşdük uşaqlar. Problem var mı? Keçək indi müstəvi güzgü ilə də işimiz bitdiyinə görə keçirik sferik güzgülərə. Sferik güzgünü də keçək, ondan sonra keçərik linzalara. Müstəvi güzgüdə xəyalı alınmasını da dedik. Bak dedik ki sferik segment formasında olan güzgülər sferik güzgülər adlanır. Sferik güzgülər iki yerə ayrılır. Biri deyirik ki qabarıq sferik güzgü, digəri isə deyirik ki çökük sferik güzgü. Yəni bir dənə sfera götürürəm. Baxın bax. Olmadı, buradan götürək. Bu sferanı bölürəm iki hissəyə. Deyirəm ki, baba, bunu bölürəm iki hissəyə. İndi biri olacaq belə, baba, bunun da mərkəzi O nöqtəsidir. Baba, mərkəzi O nöqtəsini qeyd edirik. İndi bunu böləndə iki hissəyə, biri olur belə, baba. Bu da oldu daxili nöqtə, mərkəz. Bunda bu güzgüyə deyirik çökük sferik güzgü. Çökük sferik güzgü. Çökük sferik güzgüdə işıq şüaları göndərərik bu sferik güzgünün səthinə və işıq şüaları daxilə qayıdacaq. Daxilə. Bir də var qabarıq sferik güzgü. Yəni bu sferanın sol tərəfi. Bir dəqiqə. Sferanın sol tərəfidirsə, onda bunun mərkəzi O nöqtəsi qaldı ortada. Bax burada. Buna dedik qabarıq sferik güzgü. Qabarıq sferik güzgü işıq şüalarını səpəcək. Çökük sferik güzgü isə işıq şüalarını daxilə doğru gətirəcək. İndi biz burada nöqtələri qeyd edirik. Bax, çökükdən hamısını izah edirəm. Çünki qabarıqda xəyal alınmır. Çökükün üzərindən gedirik uşaqlar. Baxın, bir dənə çökük sferik güzgün var. Bu çökük sferik güzgünün əyrilik radiusu. Bax, buna deyirik əyrilik radiusu. Yəni o mərkəzidir də. Bax, buna deyirik ki güzgünün qütb nöqtəsi və ya təpə nöqtəsi. Dedik ki, baba, bu təpə nöqtə ilə və ya qütb nöqtəsi ilə bu əyrilik radiusundan keçən düz xəttə deyirik baş optik ox. Optik, baba, bu adlanır baş optik ox. Optik mərkəzdən keçən istənilən xəttə optik ox deyirlər. Optik ox. Bəs qütb nöqtəsi ilə
baba qütb nöqtəsi ilə əyrilik mərkəzi arasındakı tən yarısı adlanır fokus nöqtəsi. Bax bu nöqtə dedi ki, əyrilik radiusudur. Hansı ki, qütb nöqtəsi ilə o nöqtəsi arasındakı məsafə r-dir. Onda r bərabərdir, daha doğrusu f bərabərdir r bölü 2. F bərabərdir r bölü 2. Bu f'dən bu t'yə qədər olan məsafəsinə deyirik fokus məsafəsi. Fokus məsafəsi böyük F hərfi ilə işarə olunur. Fokus məsafəsi. R adlanır əyrilik radiusu. Vahidi metrdir. 1 metr. Vahidlər 1 metr. Bax bu qüvvə deyil ha. Fokus məsafəsidir. Böyük F. Yadda saxlayın bunu. İndi istənilən ümumiyyətlə sferik güzgüdə istər qabarıq sferik güzgü olsun, istər çökük sferik güzgü olsun. İstənilən güzgüdə hər hansı bir cismin xəyalını qurmaq üçün 3 şüadan istifadə olunur. 3 ədəd şüa. Birinci şüa. Birinci şüa nədir? Bax, bu dedi ki, çökük sferik güzgüdür. Bu onun əyrilik mərkəzi. Bu onun qütb nöqtəsi. Düzdür? Əyrilik mərkəzi də budur. Bu da, baba, bu düz xəttlə, indi qırmızı xəttlə çəkdiyim. Baş fokus məsafəsi. Üzr istəyirəm. Baş fokus nöqtəsi. Baş optik ox, üzr istəyirəm. Baş optik ox. Deyirik ki, işıq şüaları, yəni burada bir cisim var. Bu cismin səthindən işıq şüaları göndəririk güzgünün səthinə. Bax, baş optik ox qırmızı xətlə çəkdiyimdir. Baş optik oxa paralel olaraq işıq şüaları göndərirəm. Güzgünün səthinə. Baş optik oxa paralel olaraq güzgünün səthinə işıq şüaları göndərirəm. Bu da fokus məsafəsi. Bu da optik mərkəz. Deyək ki, güzgünün səthinə dəyəndən sonra fokusdan keçməlidir. Bu sənin qaydandır. Baş optik oxa paralel olaraq güzgünün səthinə göndərilən şüa birbaşa güzgüdə sındıqdan sonra fokusdan keçməlidir. Bu birinci şüanın yolu. İkinci şüa nədir? İkinci şüa dedik ki, bu səfər bu olsun qütb nöqtəsi. Geniş bir dərsi diqqətlə qulaq asmışam. Burada olsun F. Bu səfər fokusdan göndərirəm işıq şüasını. Fokusdan göndərilən işıq şüası gedir dəyir güzgünün səthinə. Fokusdan göndərdiyim işıq şüası gedir dəyir güzgünün səthinə. Fokusdan göndərilən işıq şüası baş optik oxa paralel olaraq qayıdacaq. Sənin qaydan da bu. İkinci şüa idi. Bu da 2 iştirik. Birinci şüa baş optik oxa paralel olaraq güzgün səthinə göndərdiyim şüadır. Güzgüdə sındıqdan sonra dedik ki, çökük sferik güzgüdürsə daxilə səpir işıq şüalarını. Fokusdan keçir. İkinci fokusdan göndərdiyim şüa paralel olaraq qayıdır. Üçüncü şüa isə bu təpə nöqtəsidir. Bu əyrilik radiusudur. Bu da fokus məsafəsidir. Üçüncü isə qütb nöqtəsinə göndərilən işıq şüası, yəni təpə nöqtəsinə göndərilən işıq şüası istiqamətini dəyişmədən üzr istəyirəm. Yəni hansı bucaq altına düşübsə, həmin bucaq altına da qayıdır. Bu 3 dənə şüalar, istənilən bir cismin güzgüdəki xəyalını almaq istəyirəmsə, bu 3 dənə şüa harada kəsişirsə, həmin cismin xəyalı orada alınır. Çökük sferik güzgüdə. Bayaz qabarıq sferik güzgüdə. İndi çökük sferik güzgüdə xəyalın alınması var. Çökük sferik güzgülər üçün
xəyalın alınması. Birinci, deyirəm ki, sonsuz uzaqlıqdan cisim sonsuz uzaqlıqda qalıb. Və sonsuz uzaqlıqda cismi səthinə işıq şüaları göndərirəm. Bu da optik mərkəzdir, bu da fokus nöqtəsidir. Bax, sonsuz uzaqlıqdan göndərilən şüa fokusdan keçir. Baş optik uxa paraya göndərilən şüa fokusdan keçir. Və ya aşağı hissədən göndərilən yenə fokusdan keçir. Onda deyirəm ki, əgər cisim sonsuz uzaqlıqdadırsa, bu cismin xəyalı alınacaq fokusda. Sonsuz uzaqlıqda bir cisim var, onun güzgüdəki, çökük sferik güzgüdəki xəyalını almaq istəyirəmsə, onun xəyalı alınır fokusda. Bu birincidir. İkinci, deyirəm ki, indi cisim əyrilik mərkəzdən uzaqdadır. Yəni, bir balaca uzaqdadır. Olsun əyrilik mərkəzi də belə. Bax, burada. Əyrilik mərkəzi olsun burada. Burada olsun fokus məsafəsi. Onda cisimdə olsun burada. Bax, cismi artıq qoyuram bura. A, B cismi. Deyirəm ki, baş optik uxa paralel şüa göndərirəm linzanın səthinə. Linzanın səthinə dəyəndən sonra sınır. Sındıqdan sonra fokusdan keçməlidir. Bu sənin qaydandır. Birinci şüanın yolu. Bəs ikinci şüa? Dedi ki, fokusdan göndərəcəyim ikinci şüanı. Fokusdan göndərdiyim şüa baş optik uxa paralel olaraq qayıdır. Harada kəsişir? Düz bu nöqtədə kəsişdilər. Bu iki dənə xətt bu nöqtədə kəsişdi. Bu iki dənə xəttin kəsişdiyi nöqtə alınır. Bu AB cismin A iştirik, B iştirik xəyalı. Başqa rəngdə göstər. Olacaq nə? A iştirik, B iştirik. A iştirik, B iştirik. Onda bəs xəyal necə alındı? Deyirik ki, 1. Xəyal alındı. Xəyal. Deməli, xəyal necə alındı? Dedik ki, tərsinə çevrilmiş. Tərsinə çevrilmiş. Kiçildilmiş. Kiçildilmiş. Bir də həqiqi. Yəni biz bunu dedik ki, biz bunu bax AB cismin xəyalını aldıq. Bax, AB cismi yuxarıda baxırdı. B cismi yuxarı baxırdı. Bax, görürsünüz. Amma xəyalı görürsünüz aşağı baxır. İndi cisim məsafəsi, xəyal məsafəsini linzalarda deyərik. Bunun üçün düstur var. Yəni bu düstur ümumiyyətlə xəyal harda alınır? Bir dənə bunu deyim qoy. Bu xəyal məsafəsi buradan bura qədərdir. Baba, buradan bura qədər F-dir. Cisim məsafəsi də buradan bura qədərdir D-dir. D F-dən fərqlidir. Xəyal alındı fokusdan 2 qat fokusun, yəni əyrilik radiusun mərkəzində. Xəyal alındı burada. İndi keçirik üçüncü. İndi cismi gətirdik düz əyrilik mərkəzində qoyuruq. Başa düşə bilirsiniz uşaqlar xəyalın qurulması çökük sferik güzgülə. Problem var mı? Xeyr, müəllim. Yoxdur problem. İndi cisim əyrilik mərkəzinin üzərindədir. A, B cismi. Baş optik uxa paralel olaraq göndərdiyim şüa fokusdan keçir. Baş optik uxa paralel olaraq göndərdiyim şüa fokusdan keçir. Fokusdan göndərdiyim işıq şüası dəir güzgünün səthinə paralel olaraq da qayıdır. O paralel olaraq da qayıdacaq. Hardasa bunlar burada kəsişməlidir. Baba, bunların xəyalı da elə 2 qat fokusda alındı. Yəni cisim əyrilik mərkəzinin üzərində olarsa,
Xəyal da elə əyrilik mərkəzinin üzərində olur. Onda biz deyirik ki, xəyal necə alındı? Xəyal cismin özü boyda, eyni ölçüdə, yəni özü boyda, həqiqi və tərsinə çevrilmiş. Bu da sferik güzgüdə ikinci. Üçüncü xəyal. İndi keçirik dördüncü xəyal. Yavaş-yavaş cismi yaxınlaşdırırıq daxilə doğru. İndi cisim əyrilik mərkəzi ondan böyükdür və cisim də fokusdan böyükdür. Yəni cismi yerləşdiririk fokusla əyrilik mərkəzinin ortasında. Burası fokusdur, burası cisim, burası da cisimdir. Bu AB cismi. AB. Yenə də eyni ilə biraz tez-tez sürətli çəkirəm. Fokusdan keçər. Sonra fokusdan göndərdiyim işıq şüası isə fokusdan göndərdiyim işıq şüası bir dəqiqə. Fokusdan göndərdiyim işıq şüası paralel olaraq qayıdır. Hardasa burada alınır baba. Budur. A', B'. Onda xəyal necə alınır? Xəyal böyüdülmüş alınır. İnşallah böyüdülmüş. Və xəyal alınır əyrilik mərkəzindən uzaqda böyüdülmüş. Sonra tərsinə çevrilmiş. Sonra bir də həqiqi. Linzalarda da baxarıq. Keçdik indi 5 və 6 qaldı. 5 və 6'nı da burada qeyd edelim inşallah. Beşincisi, indi cismi yerləşdirirəm fokusda. Çökük sferik güzgü biraz yaxşı çəkmirəm. Burası oldu O, burası oldu F. Düzdür. Əgər cisim fokusdadırsa, paralel şüa göndərdim, fokusdan keçir. Onda qütb nöqtəsinə göndərdim, paralel olaraq qayıdır. Yəni bu şüalar hardasa gedəcək, sonsuzluqda bəlkə kəsişdi. Yəni D bərabərdir F-dirsə, cisim fokus məsafəsinin üzərindədirsə, fokus nöqtəsinin üzərindədirsə, xəyal da elə sonsuzluqda alınır. Xəyal alınsa sonsuzluqda alınır. Yəni bu xətlər gəlib sonsuzluqda kəsişərlər bir-biri. Keçirik indi 6-cısı. Bu da 5 idi. 6-cısını da deyim. 6-cısını burada qeyd edirəm. 6-cısı və bir də qabarıq sferik güzgünü deyərək qurtardıq. 6-cı dedik ki, baş optik oxdur. Baş optik oxu. Deyirik ki, burası optik mərkəz, burası fokus nöqtəsi. Cisim indi buradadır. Cisim indi fokusdan kiçikdir. Onda güzgünün səthinə paralel göndərilən şüa fokusdan keçər. Bir də uşaqlar qütb nöqtəsinə göndərdiyim işıq şüası paralel göndərmişəm, paralel olaraq da qayıdır. Bunların uzantılarının kəsişdiyi yer. Uzantıları burada kəsişdi. Düzdür. Alınar bu AB cismin xəyalı. Olacaq nə? A', B'. Amma yuxarı baxır. Onda deyirik ki, xəyal alınır. Möfhumi. Yəni şüaların özləri yox. Uzantıları kəsişirsə, xəyal möfhumi alınır. Möfhumi düzünə və böyüdülmüş. Bu da oldu çökük sferik güzgüdə 6 dənə hal üçün xəyalın qurulması. İndi keçirik qabarıq sferik güzgüdə xəyalın qurulmasına baxırıq. Qabarıq sferik güzgü. Qabarıq sferik güzgü. Qabarıq sferik güzgüdə xəyal həmişə bir formada alınır uşaqlar. Dedik ki, qabarıq sferik güzgü işıq şüalarını xaricə doğru. Bu olsun əyrilik mərkəzi. Bu olsun fokus məsafəsi.
Bax, bunun davamını göstəririk. Güzgünün səthinə paralel göndərilən işıq şüası nə olar? Səpiləcək. Səpəcək işıq şüalarını. Çökük sferik güzgüyə daxilə doğru aparırdı, amma bu xaricə doğru səpir. Uzantısı gəlib fokusdan keçir. Bir də qütb nöqtəsinə göndərdiyim işıq şüası. Aha. Necə göndərmişəmsə elə də qayıdacaq. Bunun da uzantısı gəlib buradan keçəndə ikisinin kəsişdiyi yer bunun xəyalı alınır. A', B'. Hansı ki cismi burada qoymuşdu. A, B cismi. Onda xəyal necə alınır? Xəyal həmişə möfumi, qabarıq sferik güzgüdə xəyal həmişə möfumi, düzünə və kiçildilmişdir uşaqlar. Həmişə bu belədir. Kiçildilmiş. Bu da oldu uşaqlar. Qabarıq sferik və çökük sferik güzgüdə xəyalın qurulması. İndi keçək linzalara. Dedik ki, iki cür linzamız var da. Başladıq linzalar. İndi keçirik linzalar. Əsas məsələ isə buradadır. Düsturların hamısını burada qeyd edirik uşaqlar. Burada da iki yerə bölünür linzalar və burada da xəyalın qurulmasını qeyd edirik. Toplayıcı və səpici linzalar üçün. Qabarıq sferik güzgünü də sildik. İndi keçirik linzalara. İki cür linzamız var uşaqlar. Linzalar. Toplayıcı linza. İşıq şüalarını toplamaq üçün istifadə olunur. Bir də var səpici linza. İşıq şüalarını səpmək üçün istifadə olunur. Toplayıcı linza nazik linza kimi necə göstərirlər? Bax, bu toplayıcı linzanın nədir? Şərti işarəsidir. Toplayıcı linza nədir? Dedik ki, ortası kənarlara nisbətən qalın olan linzalara toplayıcı linzalar deyilir. Ortası kənarlara nisbətən qalın olsun. Bu hər iki tərəfi qabarıqdır. Bax, bu tərəfi də qabarıqdır, bu tərəfi də. Buna deyirik müstəvi, müstəvi və qabarıq. Müstəvi, qabarıq linza. Hər çökük qabarıq, çökük qabarıq da belə olacaq. Ortası kənarlara nisbətən qalındır. Nazik linza kimi şərti işarəsi də bu cürdür. Səpici linza isə, bax, şərti işarəsi belədir. Ortası kənarlara nisbətən nazik olan linzalara səpici linzalar deyilir. Ortası kənarlara nisbətən nazikdir. Buna deyirik hər iki tərəfi çökük. Sonra müstəvi çökük linza var. Bax, budur. Ortası kənarlara nisbətən nazikdir. Bir də var qabarıq çökük. Aha. Ortası kənarlara nisbətən nazikdir. İki cür linzamız var. Toplayıcı və səpici. Toplayıcı linza işıq şüalarını toplamaq üçün istifadə olunur. Səpici linza işıq şüalarını səpmək üçün istifadə olunur. Toplayıcı linzada da xəyalın qurulması, yəni xəyallar toplayıcı linzada alınır. Səpici linzada xəyal bir formada alınır. Dedik ki, nazik linza kimi toplayıcı linzanı bu cür göstərirlər. Nazik linza kimi toplayıcı linzanı bu cür göstərirlər. Dedik ki, bu toplayıcı linza. Bu da baş optik oxum. Bu toplayıcı linzanın mərkəzi. Necə ki, sferik güzgülərdə qütb nöqtəsi deyirik. Bu mərkəzidir. Bax, baş optik ox qırmızı xətlə göstərdiyimdir. Mərkəzlə fokus nöqtəsi arasındakı məsafə, bunlara olacaq fokus məsafəsi. Bu isə deyəcək 2 qat fokus məsafəsi. Eyni ölçüdə burada F-dir, burada 2F-dir. Xəyalı 3 formada qurmaq olur. Dedik ki, linzanın səthinə baş optik oxa paralel olaraq işıq şüası göndərsək,
Fokusdan keçməlidir. Eyni ilə həmin qaydadır. Fokusdan göndərdiyim işıq şüası paralel olaraq qayıtmalıdır. Üçüncü isə düz qütb nöqtəsinə göndərdiyim, mərkəzə göndərdiyim işıq şüası düzdə keçməlidir. Bu üç dənə xəttin kəsişdiyi nöqtə bu linzanın xəyalı adlanır. Həmin cismin linzadakı xəyalı adlanır. Belədir. Səpiyci linza və toplayıcı linza üçün də belədir. Aha, biraz düsturlara baxaq. Ondan sonra düsturları deyəndən sonra artıq deyərik ki, xəyalı qurarıq. Toplayıcı linzada xəyal iki formada alınır. Toplayıcı linzada. Linza. Xəyal iki formada alınır. Deyirik ki, xəyal möfhümü olarsa. Xəyal həqiqi olarsa. Xəyal həqiqi olarsa. Fokus məsafəsi sıfırdan böyükdür. Yəni müsbətdir. Onda deyərik ki, cisim məsafəsi də fokusdan böyükdür. Xəyal həqiqi olanda kiçik f də sıfırdan böyükdür. Yəni bunlar da hamısı müsbət. Optik qüvvət d də sıfırdan böyükdür. Bu d nədir? D adlanır optik qüvvə. Optik qüvvə. Düsturu nədir? D bərabərdir 1 bölünsün böyük f'dir. D bəli bu böyük f'lə tərs mütənasibdir. Optik qüvvənin vahidi D bərabərdir 1 bölünsün metr və ya 1 dioptriyadır. 1 d-p-t-r göstərilir. Dioptriya deyirik buna. 1 dioptriyadır. Dedik ki, baxaq, toplayıcı linzada 1 bölünsün böyük f bərabərdir. Xəyal həqiqi olarsa 1 bölünsün kiçik d plus 1 bölünsün kiçik f'dir. Toplayıcı linza üçün nazik linza düsturum bu şəkildədir. Bu xəyal həqiqi olan üçündür. Bax, burada ən başlıqda yazdım. Xəyal həqiqi olarsa. Hala da keçərlidir. G dediyim linzanın xətti ölçüsüdür. Xətti böyütməsi. Xətti böyütmə. G hərfi ilə işarə olunur. Baya bizim bildiyimiz G hərfi ilə işarə olunur. Düsturu kiçik f bölünsün kiçik dedi. Xəyal məsafəsinin cisim məsafəsinə nisbəti və ya uşaqlar, xəyalın hündürlüyü G bərabərdir. Xəyalın hündürlüyü bölünsün cismin hündürlüyünə nisbətini bildirir. Yəni G nəyi xarakterizə edir? Xəyalın böyük olarsa G birdən böyükdür. Xəyalın hündürlüyü cismin hündürlüyündən böyük olarsa G birdən böyükdür. Kiçik olarsa G birdən kiçik olur. Bax, bu xətti ölçünü xarakterizə edir. Bir vahidi yoxdur. Xəyal məsafəsi cisim məsafəsi nisbəti 1-i göstərir. Xəyalın hündürlüyü h, xəyalın hündürlüyü kiçik h isə cismin hündürlüyüdür. Misallarda göstərək bunların hamısını. Və bizim dediyimiz bu optik qüvvət dediyimiz D nə cisim məsafəsindən nə də xəyal məsafəsindən asılı deyil. Bizim dediyimiz bu böyük F nə kiçik D-dən nə də kiçik F-dən nədir? Asılı deyildir. Əla. Bu toplayıcı linzada xəyal həqiqi olarsa olan düsturlardır. Bəs toplayıcı linzada xəyal möfhumidir. Xəyal möfhumidir. Onda deyərik ki, D toplayıcı olduğuna görə D birdən böyük, sıfırdan böyükdür. Kiçik D də sıfırdan böyükdür. Böyük F də sıfırdan böyükdür. Amma kiçik F sıfırdan kiçikdir. Çünki xəyal möfhumidir. Onda nazik linza düsturu deyərik 1 bölsün böyük F bərabərdir 1 bölsün kiçik D minus 1 bölsün kiçik F.
Qutardı getdi. Burada dəyişiklik bir dənə bu düsturdur. Çünki kiçik f sıfırdan kiçik olan. Xəyal linzanın digər tərəfindən alınır. Ona görə də deyirik ki, xəyal nədir? Xəyal cismin öz olduğu tərəfdə alınır. Ona görə də deyirik ki, xəyal mövhumidir. Qutardı getdi. İndi keçirik səpici linzada. Düsturlar deyəndən sonra xəyallara keçərik. Səpici linzada uşaqlar. Səpici linza. Səpici linzada optik qüvvə sıfırdan kiçikdir. Fokus məsafəsi sıfırdan kiçikdir. Cisim məsafəsi sıfırdan böyükdür. Xəyal məsafəsi sıfırdan kiçikdir. Nazik linza düsturu mənfi 1 bölünsün böyük f bərabərdir. 1 bölünsün kiçikdir. Minus 1 bölünsün kiçik f. Səpici linza üçün nazik linza düsturu da bu şəkildədir. Düsturlardan işimiz bitti. Hamısını yazdıq. Bir dənə də bunu da deyim. Bir-birinə paralel yerləşdirilmiş 2 dənə toplayıcı linzam var. Bir-birinə paralel yerləşdirilmiş 2 dənə linzam var. Bu da baş optik oxdur. Deyir ki, bunun səthinə işıq şüaları göndərirəm. Bu birincinin fokus məsafəsi gəlib mərkəzdən keçir və yenidən paralel qayıda bilməsi üçün bunlar arasındakı məsafə nə qədər olmalıdır? Bunlar arasındakı məsafə bu birincinin fokus məsafəsi, bu da ikincinin fokus məsafəsi. Bunlar arasındakı məsafə toplanırlar. Tutardı getdi. Bunlar arasındakı məsafədir. Bu iki linza arasındakı məsafə. Bir-birinə paralel yerləşdirilmiş iki linza arasındakı məsafədir. İşıq şüası buradan da göndərilə bilərik. Gəlib bir paralel qayda bilməsi üçün bunlar arasındakı məsafədəki fokuslar toplanmalıdır. İndi toplayıcı linzada xəyalın qurulmasına baxaq. Toplayıcı linzada xəyalın qurulması hansı şəkildədir? Dediyimiz necə ki sferik güzgüdə var idi, burada da elədik. 1. Tez-tez deyərəm uşaqlar. Cisim sonsuz uzaqlıqdan göndərilir. Cisim sonsuz uzaqlıqdadır. Belə bir toplayıcı linzam var. Bu da baş optik oxdur. Bu bunun fokus məsafəsi, 2 qat fokus məsafəsi. Cisimdə sonsuz uzaqlıqda işıq şüası göndəririk. Fokus məsafəsi 2 qat. Bu ölçülər eyni olmalıdır. Sonsuz uzaqlıqdan göndərilən şüa fokusdan keçir. Sonsuz uzaqdan şüa göndərilən linzanın səthinə fokusdan keçir. Onda deyirik ki, xəyal harda alınır? Xəyal alındı fokusda. 2. Cisim 2 qat fokusdan uzaqdadır. Əla. Cisim əgər 2 qat fokusdan uzaqdadırsa, bəs xəyal harda alınır? Xəyal alınır, baxaq. Yəni cisim indi buradadır. A, B cismi, A, B cismi. Burası fokus nöqtəsi. Burası da 2 qat fokus nöqtəsi. Dedik ki, linzanın səthinə baş optik oxa paralel olaraq şüa göndərirəm. Fokusdan keçir. Fokusdan göndərdiyim şüa baş optik oxa paralel olaraq qayıdır. Bunların kəsişdiyi yer bura oldu. Onda xəyal alındı, A iştirik, B iştirik. Xəyal alındı fokusla 2 qat fokusun ortasında. Amma necə alındı? Keçirdilmiş. Keçirdilmiş. Tərsinə və həqiqi. Belə xəyalı biz harda ala bilirik? Fotoaparatlarda. Fotoaparatlarda kiminsə şəklini çəkirsən, onu göstərir kiçik. Və xətti böyütməsi birdən kiçikdir. Çünki bu xəyalın hündürlüyü böyük H, bu da cismin hündürlüyü kiçik H-dır. G bərabərdir. Böyük H bölünsün kiçik H. Kiçik H böyük H-dan böyük olduğuna görə dedik ki, kiçildilmiş alındığına görə onda xətti böyütməsi yox, kiçiltməsi olar. Üçüncü, cisim yerləşir 2 qat fokusda. Onda xəyal da elə 2 qat fokusda olar uşaqlar. Cisim 2 qat fokusda olduqda, xəyal da 2 qat fokusda olar. Burası oldu fokus nöqtəsi, 2 qat fokus nöqtəsi. Əgər cisim 2 qat fokusun üzərindədirsə, xəyal da elə 2 qat fokusun üzərində olar. Paralel göndərilən şüa fokusdan keçər. Fokusdan göndərdiyim şüa paralel olaraq qayıdır və kəsişdiyi yer 2 qat fokus olur. A iştirik, B iştirik. Cisim 2 qat fokusda olanda xəyal da 2 qat fokusda olur. Yəni, dedik ki, özü boyda
özü boyda. Tərsinə həqiqi. Xətti böyütmə olmayacaq. 1-ə bərabər olacaq. G bərabərdir 1. Keçdik indi 4-cü işıq şüası göndəririk linzanın səthinə. Cisim indi linzadan fokusla 2 qat fokusun ortasındadır. Bunda xəyal harda alınır? Bu fokusdur. Bu da 2 qat fokusdur. Dedik ki cisim buradadır. AB cismi. AB. Baş optik oxa paralel göndərilən fokusdan keçir. Fokusdan göndərdiyim şüa paralel olaraq da qayıdır. Hara paralel olaraq qayıdır? Fokusa paralel. Baş optik oxa paralel olaraq qayıdır. Bunların kəsişdiyi yer buradır. Baba bu nöqtə. Onda əgər cisim fokusla 2 qat fokusun ortasında olarsa xəyal alınır 2 qat fokusdan uzaqda. Onda bu cür xəyal proyeksiya aparatından müşahidə olunur. Və xəyal necə alınır? Böyüdülmüş, tərsinə və həqiqi. Əla. 5-ciyə baxırıq. 5-ci cismi yerləşdirilir fokusun özündə. Aha. Cisim düz fokusun üzərindədir. Əgər cisim fokusun üzərində olarsa, burası fokus, burası cisimdir. A, B cismi. Onda burası F, burası 2 qat F. Baş optik oxa paralel göndərirəm. Fokusdan keçir. Sonra dedik ki bir də mərkəzdən göndərirəm. Belə. Düz yoluna davam edir. Onda deyirik ki bu zaman xəyallar kəsişmir. Onda bu zaman xəyal alınmır. Xəyal alınmır. Şüalar kəsişmədiyinə görə xəyal alınmır. İndi keçirik 6-cısı. Bitir artıq uşaqlar. 6-cısı cismi yerləşdiririk. Fokusla qütb nöqtəsi ortasında. AB cismi buradadır. Baş optik oxa paralel şüa göndərirəm. Baş optik oxa paralel göndərilən şüa fokusdan keçməlidir. Hansı ki fokus burada olsun. Bir də qütb nöqtəsinə göndərdiyim işıq şüası öz yoluna düz davam edir. Bu 2 dənə xəttin kəsişdiyi yer olacaq bu cismin xəyalı. A iştirik, B iştirik. Bu hadisə müşahidə olunur lopada. Və xəyal necə alınır? Möfhumi, düzünə və böyüdülmüş. Yəni toplayıcı linzada xəyal bir şəkildə möfhumi olur ki, cisim fokusdan kiçik olan hissədə olsun. İndi keçirik səpici linzaya. Səpici linzada xəyal həmişə bir cür alınır. Deyirik ki, həmişə xəyal möfhumi, düzünə və kiçildilmişdir. Səpici linzanın səthinə göndərdiyim işıq şüası, baxaq, belə bir səpici linzam var. Bu da baş fokus nöqtəsi, baş optik ox, mərkəz. Dedik ki, bura olsun fokus nöqtəsi, burada olsun fokus nöqtəsi, 2 qat fokus, fərqi yoxdur. Harada olur cisim olsun. Baba, istəyirsən burada olsun. Bax, linzanın səthinə paralel göndərilən şüa sınır, səpilir, uzantısı gəlib fokusdan keçir. Bir də baş optik oxa göndərdiyim baba, bir də düz gedəcək. Bu ikisinin kəsişdiyi yer olacaq bu A, B cismi xəyalı. A iştirik, B iştirik. Onda xəyal həmişə kiçildilmiş, möfhumi və düzünədir. İnşallah bugünkü dərsimiz bura qədər. Xeyləm davam elədi. İnşallah ümidvaram ki, nəsə öyrəndiniz. Bir sualınız var mı dərslə bağlı uşaqlar?